Urartu, Assuriya və Midiya dövlətlərinin hazırladığı mixiyazlı lövhələrdə Qafqazın cənub-qərb torpaqları barədə kifayət qədər məlumat mövcuddur. Həmin mənbələrdə Qərbi Azərbaycanın müxtəlif toponimləri qeyd edilib. Bu da Qərbi Azərbaycanın qədim dövrlərdən etibarən məskunlaşma məkanı olduğunu elmi şəkildə təsdiqləyir. Bu fikirləri Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə Qərbi Azərbaycan mixiyazlı mənbələri mövzusunda seminarda bildirdi. Onun sözlərinə görə mixiyazlı mənbələrin analizi Qərbi Azərbaycan tarixinin dərin köklərə malik olduğunu sübut etməklə yanaşı, bölgədə Azərbaycanlıların qədim etno-mədəni varlığının danılmaz elmi əsaslarını ortaya qoyur. 600-dən artıq Urartu kitabəsi məlumdur. Bu kitabələrin heç bir yerində erməni, hay və ya Armeniya adlı toplumdan bəhs olunmur. Və müasir ermənilərə, hətta Anadoluda ermənilərin yaşadığı dövrdə belə Urartularla onların hansısa bir əlaqəsindən bəhs eləyən mixiyazlı kitabə mövcud deyil. Yəni Urartu ermənilərə və onların tarixi mirasına aid olan bir ifadə, termin, anlayış deyil. Urartunu ermənilər sonraki dövrlərdə Ararat yalanı kimi ortaya atdılar. Hətta Ağrı dağının adını dəyişib Ararat dağı qoydular. Bu regionda sahiblənmək üçün, bu ərazidə öz hegemonluqlarını göstərmək üçün Urartu haqqında müxtəlif yalanlar uydurdular. Amma Qərbi Azərbaycan ərazisində olan toponimlər, hətta Urartu mixiyazlı mənbələrində rast gəlinən yer-yurd adları sübut edir ki, bu toponimlərin erməni xalqına heç bir aidiyyəti yoxdur. Ramin Əlizadə bildirir ki, 19-cu əsrin əvvəllərində mixiyazlı mənbələrin araşdırılması Avropada Fransa kimi dövlətlər tərəfindən aparılıb və yaxın şərqdə etnik azlıqları türk-müsəlman dövlətlərinə qarşı qaldırmaq üçün istifadə edilib. Urartu mənbələrində Qərbi Azərbaycanla bağlı toponimlər kifayət qədər çoxdur. Qərbi Azərbaycanda Şörəyil, Ağbaba, Dərələyəz, Vedi, Zəngəzur, Göyçə ətrafı və İrəvan deməli ərazilərində qədim dövrə təxminən 2500-2600 il öncəyə aid olan yer-yurd adlarından bəhs olunur. Bu yer-yurd adları bu günə qədər olduğu kimi gəlib çatıb. Məsələn, mən qeyd edeyim, 1963-cü ildə Cərni şəhəri yaxınlığında bir qədim Cərni qalası var. Onun üzərində aşkar olunmuş Urartu mixi kitabəsində o qalanın adı həmin ərazidə, regionda Cərni adlı tayfanın və bu qalanın o tayfanın adı ilə bağlı bu qalanın inşa olunmasından bəhs olunur. Yəni Cərni adını ermənilər sonra dəyişdilər. Müxtəlif adlar kimi ifadə elədilər. O ətrafda olan dağları Geqam dağları kimi qələmə verdilər. Amma Urartu mixiyazlı mənbələri əslində erməni yalanlarını ifşa eləmək üçün kifayət qədər samballı, tutarlı dəlillərlə zəngindir. Elmi seminarda çıxış edən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd etdi ki, dövlət başçısı tərəfindən Qərbi Azərbaycanla bağlı mövzuların araşdırılması, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu sahədə akademik potensialın səfərbər edilməsi üçün geniş imkanlar yaradılıb. Qərbi Azərbaycan məsələsi təkcə tarixi yaddaşın bərpası deyil, həm də milli kimliyin, ədalət prinsipinin və sülhün bərpasına yönəlmiş strateji dövlət siyasətinin bir hissəsidir. Bu kimi tədbirlərin keçirilməsi isə həm elmi ictimaiyyət, həm də tələbələr üçün mühüm maarifləndirici əhəmiyyət daşıyır. Tədbirdə iştirak edən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Firdovsiyə Əhmədova isə bildirir ki, son illərdə Qərbi Azərbaycanla bağlı müxtəlif istiqamətlərdə sistemli elmi tədqiqatlara başlanılıb. Mərkəzin arxiv və xəritə materialları üzərində apardığı işlərdən və beynəlxalq elmi əlaqələrdən söz açdı. Tədbir iştirakçıları seminarın yüksək elmi səviyyəsini və mövzuların aktual əhəmiyyətini qeyd etdilər.